Vaxtınız xeyir olsun, hər birinizi salamlayıram. Yuxarıda nömrə qeyd eləmişik. Həmin nömrənin WhatsApp ilə, mobilnisi ilə əlaqə saxlayıb bizim ödənişli dərslərimizdə iştirak edə bilərsiniz, yararlana bilərsiniz. İndi isə çox danışmaq istəmirəm, keçirəm mövzumuzun izahına. Mövzumuz kurikulum nədir? Hər bir müəllim mütləq kurikulumun nə olduğunu bilməlidir. Bax, bu mütləqdir. Səthi yanaşmaq olmaz. Biz bilməliyik ki, kurikulum təhsil proqramıdır. Təhsillə bağlı bir proqramdır. Burada qarandıq qalan bir məqam yoxdur. Təhsil proqramıdır. Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. Konseptual nədir müəllimlər? Konseptual daima yenilənən bir sənəddir. Yaxşı, bəs məzmun nədir? Təşkil nədir? Qiymətləndirmə nədir? Bax, bunlara biraz aydınlıq gətirmək istəyirəm. Çox aşağı getdik. Bir dəqiqə müəllimlər. Qiymətləndirmə, məzmun, təşkil, bunlar haqqında danışaq. Məzmun ondan ibarətdir ki, məzmun hissədə bizim şagirdə ötürəcəyimiz hissədir. Biz şagirdə nə öyrədəcəyik? Həmin hissədir. Şagirdə nə öyrədəcəyik? Şagirdə öyrədəcəyimiz hissədən ibarətdir məzmun hissə. Nə öyrədiləcək? Şagird nə öyrənəcək? Bax, bunu təşkil edir. Məzmun hissənin özəyi bundan ibarətdir. Təşkil hissə nədən ibarətdir? Təşkil ondan ibarətdir ki, həmin o məzmunu biz necə təşkil edəcəyik? Ötürəcəyimiz o məzmunu necə təşkil edəcəyik? Şagirdlərdə mənimsəmə getsin, yaxşı öyrənə bilsinlər, yaxşı başa düşə bilsinlər. Təşkil hissəsində hansı üsullardan, hansı iş üsullarından, hansı iş vasitələrindən istifadə edəcəyik ki, təlim strategiyalarından istifadə edəcəyik? Təşkil hissəsi də bunlardan ibarətdir. Bəs qiymətləndirmə nədir? Qiymətləndirmə bizim şagirdə ötürdüyümüz bu məzmunun qiymətləndirilməsidir ki, şagirdlər həmin məzmunu nə dərəcədə anlayıblar? Anlayıblar, yoxsa anlamayıblar? Biz məzmunu təşkili eləyirik və şagirdlər nə öyrəniblərsə, onu qiymətləndirəcəyik sonda. Qiymətləndirmə də bunlardan ibarətdir. Mən bir söz deyim burada sizə ki, deməli, məzmun, təşkil və qiymətləndirmə. Bax, bu üçü olmadan kurikulum olmur. Bunlar elə bir kurikulumun özəyini təşkil eləyir. Kurikulumun strukturunu təşkil eləyir. Bünövrəsini təşkil eləyir. Yəni, bu üçlü mütləq kurikulumda olmalıdır. Biri yoxdursa, ikisi varsa kurikulum yoxdur. Kurikulum sayılmır o. Bu üçü mütləq olmalıdır. Aydındır müəllimlər. Sonra burada qeyd olunubdur ki, kurikulum latın sözü olub. Mənası elm, yol, qaçış, kurs, istiqamət deməkdir. Bunu bilməyinizdə fayda var. Niyə fayda var? Bu imtahan sualı inanmıram olsun. Amma müsahibə sualı mütləq ola bilər. Belə bir sual ola bilər, sizə düşə bilər. Ona görə də yəni bunu da yadınızda saxlasanız, qeyd eləsəniz, sizlər üçün faydası ola bilər. Sonra burada yazılıb ki, yadda saxla. Baxaq görün biz nəyi yadda saxlamalıyıq? Müəllim olaraq biz nəyi bilməliyik? Çox şey bilməliyik, amma buradakı yadda saxlaya baxaq. Görün burada göstərilibdir ki, Azərbaycanda bu termin 20-ci əsrin 90-cı illərin sonunda işləməyə başlayıb. 2008-ci ildə tətbiq olunubdur. Azərbaycanda nə vaxt tətbiq olunubdur? 2008-ci ildə tətbiq olunmuşdur. Bəs ilk dəfə harda tətbiq olunub? Amerika Birləşmiş Ştatlarında. İlk dəfə harda tətbiq olunub? Amerika Birləşmiş Ştatlarında. Bu məlumatları da qeyd dəftərinizə yazın müəllimlər. Bunlar mütləq sizə lazım olacaq. Sonra burada yazılıb ki, kurikulumun keyfiyyət göstəriciləri. Kurikulumun keyfiyyətini göstərən göstəricilər var. Bir-bir onlara baxaq. Kurikulumun aktuallığı, praktik olması, davamlılığı və effektivliyi kurikulumun keyfiyyət göstəriciləridir. Gəlin bir-bir ayıraraq da baxaq görüm aktuallıq nədir. Aktuallığı deyəndə kurikulumun aktual olmalıdır. Yəni müəllim deyir, zamanın nəbzini tuta bilməlidir. Hər bir müəllim zamanın nəbzini tuta bilməlidir. Zamanla ayaqlaşa bilməlidir. Günümüzün tələblərini nəzərə alaraq dərsi təşkil eləməlidir. Aktuallıq bizə bunu deyir. Bəs praktik olması nə deyir? Deyir ki, əziz müəllim, yalnız biliyə köklənmə. Yəni, ənənəvi təlimdən çıx, ənənəvi üsullardan çıx. Şagirdin subyekt olduğunu xatırla və ona subyekt kimi yanaş. Sən ona yalnız bilik öyrədərsənsə, şagird bəs bildiklərini necə tətbiq eləsin? Ona görə də biliyə deyir köklənmə. Bugünkü günümüzdə 21-ci əsrdə biliklər və bacarıqlar vəhdətdə olmalıdır. Biliklə bacarıq
eyni vəhdətdə olmalıdır. Şagirdlərə bir bacarıq öyrət. Nə qədər bilik öyrətmisənsə, o biliklərin tətbiqini öyrət. Şagirddə bacarıq formalaşsın. Bacarıqlar da biliklər tətbiq olunanda formalaşır. Bu da belə. Sonra davamlılığı. Davamlılıq deyir ki, kurikulum davamlı olaraq dəyişir. Davamlı olaraq dəyişir, illəri izləyir. Ona görə bunun adı dəyişkəndir. Effektivlik nəyə deyir? Yəni deyir, bütün bunlar var deyə, bütün bunlar kurikulumun tərkibindədir deyə, kurikulum effektiv sayılır. Yəni yaxşı nəticə verə bilir. Aydındır müəllimlər. Sonra burada 21-ci əsrdə lazım olan bacarıqlar var. 21-ci əsrdə lazım olan bacarıqlar var və biz bunları bilməliyik hər birisini. 21-ci əsr deyir ki, nə qədər biliyin olur olsun. Bax, nə qədər biliyin olsun. O mənə lazım deyildir. Bacarığın yoxdursa, biliyi tətbiq edə bilmirsənsə, sənin o biliyin mənə lazım deyil. Bəs bacarıq nə zaman formalaşır? Biliklərin tətbiqi zamanı. Bilikləri biz tətbiq eləməyə başlayanda bacarıqlar formalaşır. Və biz 21-ci əsrdə bacarıqlar formalaşdırmalıyıq şagirdlərdə. Əsasən bacarıqlar, biliklərin tətbiqini formalaşdırmalıyıq. Bunları 21-ci əsrdə bacarıqları formalaşdırmaq üçün bizə burada nələr verilir? Deməli, 1. Öyrənmə bacarığı var. Öyrənmə bacarığı. Demək, bacarıqlar 3 hissədən ibarətdir. 3 yerə bölünür. Daha doğrusu 3 yerə bölünür, 12 hissədən ibarətdir. Öyrənmə bacarığı. Buna 4K bacarıqları da deyirlər. 4K. Bax, indi aydınlıq gətirəcəm. Niyə 4K? 4K bacarıqlardır. Baxın, hər birisi K ilə başlayır. Hər birisi. Ona görə də buna 4K bacarıqlar deyirlər. 4K bacarıqlarına baxağın. Kritik düşünmə nə deməkdir? Tənqidi təfəkkür. Kreativ düşünmə, yaradıcı təfəkkür, kommunikasiya, ünsiyyət, kooperasiya, əməkdaşlıq. Gəlin bir-bir bunların hər birinə aydınlıq gətirək. Deməli, kritik düşünmə, tənqidi təfəkkür. Ümumiyyətcə təfəkkür nədir? Bax, birinci gəlin burada mən sizə təfəkkür haqqında danışım. Təfəkkür. Təfəkkürün nə olduğunu mən sizlərə demək istəyirəm. Təfəkkür düşünmənin məhsuludur. Yəni, düşünən beyində təfəkkür yaranır. Təfəkkür inkişaf edir, təfəkkür formalaşır. Əgər şagird düşünmürsə, onun təfəkkürü yoxdur. Təfəkkür düşünən zaman aktivləşir, formalaşır, inkişaf edir. Yaddaşla təfəkkürü qətiyyən qarışdırmaq olmaz. Yaddaş tutumdur, tutur yaddaş bizim ora qoyduqlarımızı sanki orada tutub saxlayır. Amma təfəkkür düşünən beyindədir təfəkkür olar. Düşünməyə sövq etməliyik. Demək, biz şagirdləri nə etməliyik? Düşünməyə sövq etməliyik. Aydındır müəllimlər. İndi baxağın burada kritik düşünmə, tənqidi təfəkkür. Bunu silin bir dəqiqə. Kritik düşünmə, tənqidi təfəkkür. Bu təfəkkür şagirdlərdə məsələlərə qərəzsiz yanaşmağı. Baxın, məsələlərə qərəzsiz yanaşırlar. Qərəzsiz yanaşırlar, təhlil etmə bacarıqları olur, sonra obyektiv olurlar, səmərəli həll yolunu bilirlər, nümunələr gətirməyi bilirlər, arqumentlərə əsaslanırlar, obyektiv olurlar, kritik düşünən beyin qərəzsiz yanaşa bilir. Qərəzli yox ha. Misal üçün, müəllimdir, girib sinifə, ibtidai sinifdən götürək, dərs keçir. İbtidai sinifdə bunun bir yaxın qohum uşaq var. Gətirir o şagirdi qabaqda oturur ki, bu mənim qardaşımın uşağıdır və yaxud bacımın uşağıdır və yaxud qonşumdur. Otursun gözümün qabağında. Belə bir yanaşma eləyir. Artıq bu müəllimdə tənqidi təfəkkür yoxdur. Tənqidi təfəkkürə malik insan bunu eləmir. Qərəzsiz yanaşır. O düşünməlidir ki, sinifdə hər bir şagird onun üçün eyni səviyyədədir. Hər bir şagirdə eyni gözlə baxmalıdır. Bu mənim qohumumdur, bu mənim qardaşım uşağıdır, bacım uşağıdır, kimdir. Belə yanaşmalar göstərmək olmaz. Bu qərəzli yanaşmadır. Qərəzsiz yanaşmaq lazımdır. Tənqidi düşünən beyin, tənqidi təfəkkürə malik insan qərəzsiz yanaşa bilir. Təhlil etməyi bacarır. Obyektiv insanlardır. Problemlərin səmərəli yolla həllərini bilir. Aydın oldu müəllimlər. Sonra burada var kreativ düşünmə.
Kreativlik. Kreativlik nədir? Kreativlik, yəni kreativ yanaşma, yeni bir yanaşma. Kreativ yanaşır bu insanlar. Bura məsəl üçün hansısa bir fikir ola bilər, ideya ola bilər ki, hansı ki standart olan fikirlərdən fərqlidir. Standartdan çıxır, çərçivədən çıxır. Bu insanlar standart sayılmırlar. Standartdan çıxmış sayılırlar. Standart yanaşmırlar. Yeni fikirlərlə, yeni ideyalarla, yeni təkliflərlə, hətta innovativ layihələr belə hazırlaya bilirlər. Kreativ düşünən insanlar, kreativ yanaşması olan, yaradıcı təfəkkür olan insanlar bax bu tipli olurlar. Sonra burada kooperasiya var. Kooperasiya nə deməkdir? Əməkdaşlıq. Əməkdaşlıq nə zaman formalaşır? Bax bu əməkdaşlıq qrup işləri zamanı. Əməkdaşlıq əsasən qrup işləri ilə işlədikdə formalaşır. Bu zaman şagirdlərdə birgə fəaliyyət göstərirlər deyə əməkdaşlıq formalaşır. Bir-birlərini dəstəkləyirlər, bir-birlərini dinləyirlər, bir-birlərindən nələrisə öyrənirlər əməkdaşlıq zamanı. Onlarda komanda ruhu yaradır. Əməkdaşlıq bacarığı olan uşaqlarda liderlik də olur, konfliktləri uğurlu həll etmə bacarıqları da olur. Baxın, gör nə qədər keyfiyyətlər olur əməkdaşlıq bacarıqlarında. Ona görə biz dərsləri təşkil edən zaman qrup işlərindən istifadə eləməliyik ki, iş üsulları olaraq, yəni qrup işləri üzərində dərsimizi təşkil eləsək, şagirdlərdə düzdür, hər bir mövzuya, hər bir fəndə bunu eləmək olmur. Amma olan fənlər var ki, onlarda mütləq bunlardan istifadə etmək faydalıdır. Sonra burada kommunikasiya var. Kommunikasiya ünsiyyət deməkdir. Ünsiyyət. Ünsiyyət nə deməkdir? Başqa biri ilə ünsiyyət qurmaq, danışmaq, münasibətlər qurmaq, fikir mübadiləsi aparmaqdır. Ünsiyyət zamanı bəzən həlli çətin problemlər belə öz həllini tapır. Bax, düzgün ünsiyyət qurmaq bacarığı biz aşılasaq şagirdlərə, düzgün ünsiyyət qurmaq bacarıqları. Ünsiyyət zamanı o həll ola bilməyən məsələ belə, insana qarandıq gələn bir məsələ belə öz həllini tapa bilir. Görün nə qədər gözəl bir bacarıqdır. Sonra ikinci burada nə gəlir? Savadlılıq bacarığı. Öyrənmə bacarıqları idi bunlar, 4K bacarıqları. İndi gəldi burada savadlılıq bacarığı. Savadlılıq bacarığı nədir? İnformasiya savadlılığı, media savadlılığı və texnoloji savadlılığı. İnformasiya savadlılığı deyəndə biz nəyi nəzərdə tuturuq? İnformasiya savadlılığı odur ki, insan müstəqil şəkildə informasiyanı araşdırıb əldə edə bilir. Dezinformasiya ilə, ya yanlış bir informasiya ilə həqiqi bir informasiyanı bir-birindən ayıra bilir. Misal üçün, gəlir sizə kimsə yalandan bir informasiya verir, məlumat verir. Siz də heç bunu qətiyyən araşdırmırsınız və həmin informasiya olduğu kimi başqa-başqa insanlara deyə-deyə gedirsiniz. Əgər informasiya savadlı olan insana bir belə yanlış informasiya verilirsə, həmin insan informasiya savadlılığı əgər varsa, həmin informasiyanı gedir vurur, Google-da araşdırır. Misal üçün, sizə deyirlər ki, fəlakət baş verəcək, təbii fəlakətlər olacaq. Sabah bəs evdən çıxmayın, fırtına olacaq. Və bu nə dərəcədə düzgündür? Biz bunu araşdırmırıqsa, elə olduğu kimi qəbul edib hamıya deyiriksə, demək bizdə informasiya savadlılığı yoxdur. Aldığımız o dezinformasiyanı araşdırırıqsa, informasiya savadlılığımız var demək ki. Sonra burada media savadlılığı var. Media savadlılığı odur ki, informasiyanın düzgün şəkildə axtarılmasıdır. Bax, düzgün şəkildə informasiyanı, yəni hardan axtarmaq lazım olduğunu bilməkdir. İnformasiyanı. Tutaq ki, bir informasiya, məlumat əldə etmək istəyirsiniz və onu hardan axtarmaq lazım olduğunu bilirsiniz ki, hara yazsaq bizə düzgün məlumat gələr. Hansı saytda yazsaq biz düzgün informasiya ala bilərik. Çünki bu dəqiqə sosial şəbəkələr olsun, açırıq, baxırıq, hər yerdə yazırlar. Amma hamısına inanmaq olarmı? Əlbəttə ki, xeyr. Əlbəttə xeyr, inanmaq olmaz. Çünki dezinformasiya da ola bilər. Ona görə də onun mənbəsindən düzgün harda axtarmaq lazım olduğunu, bax bu media savadlı olan insan bilir. Təhlil edilməsini bilir, informasiyanın tənqidi qiymətləndirilməsini bilir. Yəni bu üçünü var ha. Bu üçünü sizə testdə düşə bilər. Misal üçün deyə bilər informasiya savadlılığına daxildir. Yəni bunlar qeyd olunursa mütləq şəkildə bax bunları yazın, qeyd dəftərləriniz olsun, götürün. Təhlil edilməsi, informasiyanın tənqidi qiymətləndirilməsi. Bax, bu üçü mütləq media savadlılığında. Qeyd edin müəllimlər. Sonra burada
texnoloji savadlılıq var. Texnoloji savadlılığı bura qeyd eləməmişəm, amma texnoloji savadlılıq barəsində mən sizə məlumat verim. İKT bacarıqlarıdır. İnformasiya, texnologiya, kommunikasiya. Yəni müasir texnologiyalardan istifadə bacarıqıdır. Planşetlərdən, kompüterlərdən, smart lövhələrdən, yəni müasir elektronik sistemlərdən istifadə bacarıqıdır ki, bunları da biz şagirdlərə aşılamalıyıq, öyrətməliyik. Sonra həyati bacarıqlar var burada. Həyati bacarıqlar nələr daxildir? Çeviklik, liderlik, təşəbbüskarlıq, produktivlik və sosiallıq. Çeviklik nə deyir? Çeviklik deyir ki, insan dəyişən şərtə tez uyğunlaşması. İnsanın dəyişən şərtlərə tez uyğunlaşır, tez adaptasiya olur. Misal üçün, insandır, gedibdir, imtahana hazırlaşıbdır, imtahandan kəsilibdir. Magistr imtahanı verdi, kəsildi, pis olmur. Tez deyir ki, onda mən miqə hazırlaşım. Gedim miqə imtahan verim. Bax, dəyişən şərtlərə tez uyğunlaşır. Belə insanlarda çeviklik xüsusiyyətləri olur. Dəyişən şərtlərə tez uyğunlaşan insanlarda. Sonra burada liderlik bacarığı var. Liderlik bacarığı odur ki, özü üçün düzgün məqsədlər müəyyənləşdirir. Adam liderdir. Öz məqsədlərini bilir. Ətrafdakı insanlarda öz məqsədinə çatması üçün ruhlandırır. Gör nə qədər üst səviyyəli bir bacarıqdır. Liderliyi eləyir, özü üçün nəyin yaxşı, nəyin pis olduğunu bilir, öz məqsədlərini müəyyənləşdirir ki, bunu eləsəm, bu uğura nail olaram, bu işləri görsəm, filan məqsədimə çataram və ətrafındakı insanları da motivasiya edir, onları da ruhlandırır ki, öz məqsədlərinə çatsınlar. Bir sözlə, güclü sosial bacarıqları var belə insanların. Sosial bacarıqları var, yəni əməkdaşlığı var, ünsiyyəti var, hər bir cəhətdən inkişaf edirlər bu insanlar. Sonra burada təşəbbüskarlıq var. Təşəbbüskarlıq odur ki, başqasından tapşırıq gözləmədən özümüzün atdığımız addımdır. Başqa heç kəsdən gözləmirik biz ki, bizə nəsə bir tapşırıq versin ki, getsən Allah, bunu elə, bu işləri gör. Özümüz təşəbbüs göstəririk, özümüz təşəbbüskarlıq eləyirik. Özümüzün atdığımız addım, ilk olaraq atdığımız addımdır. Misal üçün, gözləyirik ki, kimsə bizə neçə gündür, neçə vaxt yazmır. Görsən, bizə mesaj yaz, mənlə maraqlanmır, mənə heç nə yazmır. Belə düşünən insanlar var da. Düşünürük ki, görsən niyə yazmır, belə. Başlayırıq, biz də yazmırıq. Amma biz heç onu gözləmədən özümüz jest eləyə bilərik də, özümüzün atacağımız addımlardır. Yaza bilərik ki, xoş söz də deyə bilərik ki, yəni təşəbbüs göstərə bilərik də özümüz. Yəni təşəbbüskarlıq tam da budur. Sonra burada produktivlik var, məhsuldarlıq. Produktivlik, baxın, Produkt məhsuldarlıq. Bu nə deməkdir? Produktivlik nə deməkdir? Deyir, vaxtdan səmərəli istifadə etməkdir. Qısa zamanda çox iş yerinə yetirə bilməkdir. Şagirdlərdə bu produktivliyi necə aşılayacağıq? Ondan danışım. Yəni, şagirdlərə biz çalışma veririk, vaxtla veririk həmin çalışmanı. Müəyyən vaxt ərzində həmin şagirdlər çalışmaları səmərəli və düzgün yerinə yetirə bilməlidirlər. Bu, şagirdlərdə produktivlik bacarığını inkişaf etdirəcək. Aydın oldu müəllimlər. Sonra burada sosiallıq var. Sosiallıq nədir? Sosiallıq insanlarla uyğunlaşa bilməkdir, dil tapa bilməkdir, qaynayıb qarışa bilməkdir. Liv Vygotskyinin sosial inkişaf nəzəriyyəsini keçdikdə mən bu barədə sizlərə danışacağım. Ətraflı, geniş, çox gözəl bir mövzudur. Yəni, ətraflı izahlarımız olacaq. Şagirdlərdə sosial bacarıqları inkişaf etdirməyin yolları, öz yoldaşları ilə əməkdaşlığa sövq etməkdir. Baxın, sosial bacarıqlar əməkdaşlıq zamanı yaranır. Əməkdaşlıqda, sosial mühit cəmiyyətdə yaranır, məktəbdə yaranır, yoldaşları ilə münasibətdə yaranır. Sosiallıq budur. Qrup işi zamanı, bunu nümunə olaraq bilə bilər də, qrup işləri zamanı da sosial bacarıqlar yaranır, formalaşır, inkişaf eləyir. Belə müəllimlər, ümid edirəm, izahım sizlər üçün faydalı oldu. Hər biriniz bəyəndiniz. Əgər bəyənmisinizsə, bəyənən əlləriniz var olsun. Bəyən düyməsini basmağı unutmuruq, kanala abunə olmağı unutmuruq. Və bizim ödənişli dərslərimizə qoşulan müəllimlərə də buradan demək istəyirəm ki, sizlər ən sonda proqram bitdikdən sonra təkrar imkanı, ödənişsiz, tamamilə ödənişsiz, sıfırdan təkrar imkanı əldə edəcəksiniz. Və bunu da demək istəyirəm ki, dərslərimiz tamamilə 2025-26 MİQ və sertifikasiya proqramına uyğunlaşdırılıbdır və dərslər müddətində biz çoxlu sınaqlar işləyəcəyik sizlə.
Sınaqların ətraflı izahları olacaq. Time'ı işləyəcəyik. Yəni nə lazımdırsa, sizə nə lazımdırsa, bu qruplarda hər birisi təşkil olunacaq. Kanalıma abunə olmağı unutmayın. Videomu əgər bəyənmisinizsə, əməyə hörmət olaraq bəyən düyməsini basmağı unutmayın. Sağ olun müəllimlər, var olun. Özünüzdən müğayət olun.